Deməli, müəllimlər, başlayırıq dərsimizə. Burada, MİQ çərçivə sənədinə uyğun olaraq qayda 6 qeyd elədiyim, yəni oradakı 6-cı başlıqdakı mövzudur. Yəni sözün kontekstə uyğun mənası üzərində iş, sözün həqiqi, məcazi mənası, semantikası nədir? Bu haqqda danışacağıq. Kontekst deyəndə ilk öncə onu deyim ki, yəni hər hansı bir cümlə və yaxud da ki, mətn nəzərdə tutulur və sözün həmin cümlənin tərkibində və yaxud da ki, mətnin tərkibində hansı mənanı ifadə etdiyi nəzərdə tutulur. Gəldik ki, burada sözün həqiqi və məcazi mənası, semantikası nədir? Sözün həqiqi mənası, sözün ilkin, əsas ağla gələn ilk mənasıdır. Yəni, həqiqi dominant mənadır. Məsələn, biz kitab deyəndə ilk ağlımıza nə gəlir? Əlbəttə ki, dərs öyrənə bildiyimiz hər hansısa kağızdan hazırlanmış bir vəsait, düzdürmü? Və yaxud da məktəb deyəndə ilk ağlımıza nə gəlir? Əlbəttə ki, məktəb deyəndə təhsil ocağı, yəni şagirdlərin, müəllimlərin olduğu, təhsil verilən bir yer ağlımıza gəlir. Yəni bunlar sözün ilkin, ağlımıza gələn ilk mənası olduğuna görə həqiqi məna kimi götürürük. Bəs yaxşı. Bəs məcazi məna deyəndə nə nəzərdə tutulur? Məcazi məna isə ilkin mənadan törəmə mənalardır. Yəni sözün sonradan qazandığı mənalardır ki, biz onları məcazi mənalar deyirik. Yəni məsələn, tutaq ki, insanın bədən üzvləri olsun, məsələn, insanın başı. Deyirik ki, insanın başı həqiqi mənadadır. Çünki bizim bir necə bədən üzvümüzdür baş. Amma ki, desək ki, dağın başı, kəndin başı, bu artıq dağın zirvəsi, yəni yuxarı tərəfi və yaxud da kəndin yuxarı tərəfi anlamını verir. Yəni burada artıq baş sözü tamam başqa bir məna qazanmış oldu. Düzdürmü? Öz kökündən ayrılmadı. Amma ki, yenə də tamam başqa bir məna verdi. Bu olur çox mənalı sözlər. Məsələn, başqa söz də ola bilər. Məsələn, deyə bilərik ki, ayaq. Kəndin ayağı desək, məcazi mənalıdır. Amma insanın ayağı desək, həqiqi mənalıdır. Bu şəkildə biz həqiqi və məcazi mənalı sözləri ayıra bilirik. Yəni, burada da qaydalarda da qeyd etmişəm. Dərs bitdikdən sonra qrupa yönləndirəcəm. Sözün həqiqi mənası nədir? Bu şəkildə təkrar olaraq oxumuram. Nümunələr üzərində amma qeyd edək. Yazıb ki, dəmir, məsələn, dəmir bir söz götürmüşük. Dəmir qapı çox möhkəmdir. Burada dəmir kimyəvi element, material olaraq öz birbaşa mənasındadır. Yəni, burada möhkəm bir materialdan söhbət gedir, dəmir qapıdan söhbət gedir və burada dəmir qapı həqiqi mənada işlənir. Düzdürmü? Yəni, çox evlərdə, həyətlərdə qapılar onsuz da dəmirdən olur. Bir də var, məsələn, soyuq sözün üzərində. Qışda soyuq külək əsir deyəndə, burada temperaturun aşağı olmasını bildirir. Yəni, külək biri var, soyuq külək əsir insanı üşüdür. Bir də var, isti küləklər əsir bəzən. Yəni, temperaturu nisbətən yüksək olanlar. Şirin deyəndə, məsələn, şirin almadır desək, məsələn, bu olur bizim həqiqi mənada dad bildirən bir söz. Düzdür? Amma bax, həmin sözləri başqa mənada işlədək indi. Baxın, onun dəmir iradəsi var deyəndə, artıq burada dəmir nəyi bildirmir? Materialı bildirmir. Hər hansı bir möhkəm bir materialda söhbət getmir. Burada artıq insanın sarsılmaz, möhkəm iradəsinin olmasından söhbət gedir. Yəni burada materiala bənzədilsə də, yəni insanın özünün möhkəm xüsusiyyətindən, sarsılmaz olduğundan danışılır. Məsələn, burada yazmışdıq nə? Soyuq külək. Bu həqiqidir. Amma burada yazılıb ki, məsələn, məclisdə bizə qarşı çox soyuq münasibət göstərdilər. Burada isə soyuq münasibət. Burada biz münasibətin temperaturunu ölçə bilmirik ki, soyuqdur, istidir. Biz burada münasibətin temperaturunu ölçmürük. Sadəcə görürük ki, bizə qarşı kimsə laqeyd yanaşır, hissiz münasibət göstərir. Biz özümüzü soyuq münasibət göstərilmiş kimi hiss eləyirik. Yəni burada soyuğun anlamı budur. Hissiz, laqeyd mənasında işlənib. Biri var ki, məsələn, şirin alma, bu həqiqidir, düzdür? Bir də var ki, şirin söhbətindən doymurdum anamın. Anamın şirin söhbətindən doymurdum deyəndə burada söhbətin dadından söhbət getmir. Burada xoş cazibədar mənasında söhbət gedir. Yəni anam o qədər gözəl söhbət edir ki, mən onun söhbətlərindən doya bilmirəm. O anlamdadır. Bir də var ki, biz deyirik ki, şirin alma yedim və yaxud da ki, şirin armud yedim və s. Burada artıq biz dadına baxdığımız bir meyvədən söhbət gedir. Acı da ola bilər, turş da ola bilər. Yəni burada artıq meyvənin şirinliyindən söhbət gedir. Bəs semantika nədir? Semantika anlamşünaslıq dilçinin sözlərin, ifadələrin və cümlələrin mənasını öyrənən bölməsidir. Yəni, semantika baxımından sözün mənası dəyişməz deyil. Bax, indi bayaq mən dediyim insan bədən üzvlərindən söhbət gedirdi. Ha, məsələn, baş, ayaq, qol və s. İndi burada da göz sözünün sizə semantik genişlənmə nəticəsində hansı formula düşə biləcəyindən danışır. Məsələn, burada
Yazıb ki, göz sözünün semantik sahəsi, yəni məna qrupu insanın bədən üzvüdür. Lakin semantik genişlənmə nəticəsində biz bulağın gözü, şkafın gözü, iynənin gözü və sair kimi anlamda işlədə bilirik. Düzdür? İndi burada cümlənin üzərində izahlar var. Məsələn, deyir ki, bu daş çox ağırdır, qaldıra bilmirəm. Burada bu daşın ağırlığı nədir? Onun çəkisi. Yəni həqiqi mənada işlədilib də, düzdürmü? Amma desəm ki, o çox ağır xasiyyətli insandır. Bax, burada ağır sözü xasiyyətin çəkisini bildirmir. O deməkdir ki, bu adam təmkinlidir, ciddi cəhdlə hərəkət eləyir. Yəni, onun hərəkətlərində ağırlığı görüb deyirəm ki, bu ağır xasiyyətli bir adamdır. Yəni, burada ağır nə olacaq? Məcazi mənada işlənəcək. Və yaxud da deyirəm ki, imtahanda ağır suallar düşmüşdür. Burada ağır sual deyəndə sualın çəkisindən söhbət getmir. Necə sual düşmüşdür? Yəni, çətin və mürəkkəb suallar düşmüşdür. O mənada işlədilib. Və yaxud da deyir ki, ağızdakı meyvələr artıq yetişib. Burada həqiqi mənada işlənib. Biz bilirik ki, meyvə tam yetişəndə, yeməli olanda biz ona deyirik ki, meyvə artıq yetişib. Çal deyil yəni. Amma desək ki, məsələn, qatar mənzil başına vaxtında yetişdi. Burada da çatmaq, varmaq anlamındadır. Yəni, qatar mənzil başına, yəni gedib çatmalı olduğu yerə vaxtında çatıb. Yetişdi, bu da çatmaq anlamındadır. Bu da həqiqi mənada işlədiləcək. Amma desək ki, bu gənc gələcəyin böyük alimi kimi yetişir. Gəncin yetişməyi, təhsil alıb formalaşmağı, təcrübə qazanmağı anlamındadır. Ona görə də biz deyirik ki, bu yetişir sözü məcazi mənada işlədilib. Yəni, müəllimlər, mətn suallarında ən çox istifadə olunan tiplərdən biridir. Burada sözün həqiqi və məcazi mənası üzərində işləmək. Amma biz diqqətli olmalıyıq. Tutaq ki, hər hansı bizə bir mətn verəcək. Mətndəki sözün mənasını verə bilər ki, məsələn, həmin o mətnə uyğun olaraq məcazi mənada verə bilər. Bizdən də tələb eləyər ki, məsələn, ona uyğun olanı tapaq. Uyğun olanı desə, orada məcazi veribsə, biz də məcazi mənalı bir anlamlı cavab axtaracağıq. Yox desə ki, həqiqidir, həqiqi mənalısını axtaracağıq. Yəni, bu şəkildə olacaq. Gəlin, indi nümunə mətnin bir əlisinə baxaq. MHŞ mətnlərindən biridir. Bir zamanlar bir qadın varmış, insanlara yardımı, yaxşılığı çox sevərmiş. Hər kəs ona imrənər, həsəd apararmış. Vaxt çatır, bu yaxşı qadın dünyadan köçür. Qadının cənazəsi evdən çıxarılarkən qəlb gözü açıq bir adam tabutun baş tərəfində bir soğan görmüşdür. Tabut əllər üstündə alçalıb yüksələrkən soğan yerindən tərpənməyib. Qəbrə qədər adam eyni görüntünü görüb. Sonradan gerçəklər anlaşılır. Sən demə, bir həftə öncə bu qadının qapısına bir dilənçi gəlib. Bu qadın da ona bir şey verə bilmək üçün sağa, sola baxıb, bir şey tapmayınca da əlinə keçən o soğanı vermişdir. Həyatı boyunca bütün yaxşılıqları göstəriş və xalqın tərifi üçün edib qürurlandığı halda soğanı o gün sırf Allah üçün vermiş və qəbrə də o soğanı götürmüşdür. Mətnimiz bu şəkildədir, müəllimlər. Deyir ki, sualda, bax, deyir ki, qarşısına belə bir üçbucaq işarəsi qoyub. Qoyulmuş sözün mənasını müəyyən edib, əks mənada cümlədə işlədin. Burada sözün mənasını müəyyən etdiyəndə demək istəyir ki, bax, bu işarənin göstərdiyi, üçbucaq işarəsinin işarə etdiyi söz köçür sözüdür. Biz onda tapmalıyıq ki, bu dünyadan köçür anlamında köçür məcazi mənada işlənib, yoxsa həqiqi mənada işlənib. Dünyadan köçmək əlbəttə ki, məcazi mənadadır. Amma desəm ki, Əli-Ceyil təzə mənzilə köçdü, bu olur həqiqi mənada, düzdürmü? İndi bu deyir ki, burada məcazi mənada işləmişdi, üzərinə yazıram, yəni məcazi. İndi deyir ki, əks mənada cümlədə işlədin. Əks mənada deyirsə, deməli, mən bunu həqiqi mənasında cümlədə işlətməliyəm. Və o şəkildə də aşağıdakı cümlədə qeyd etmişik. Əli-Ceyil təzə mənzilə köçdü. Və yaxud da deyə bilərik ki, sürüləri yaylaqdan qışlağa köçürdülər. Qışlaqdan yaylağa köçürdülər. Fərq eləməz. Burada köçmək də həmin köçməklə eyni anlamdadır. Gəldik mətn 1-ə. Bu da MHŞ mətnlərindəndir. Nə çox geri getmisiniz? Bir vaxtlar Polşanın ən məşhur pianoçu və bəstəkarı olmuş şəxs, həm də Şopenin bəstələrinin dünyada ən yaxşı ifaçılarından biri, sonra diplomat olur. Siyasətə atılır. Polşanın baş naziri seçilir. Bir gün baş nazir kimi Fransada səfərdə olarkən, Paris Universitetinin musiqi fakültəsində oxuyan bir gənc yanına gəlib. Siz o məşhur pianoçu bəstəkar Paderewski deyilsinizmi? Deyə soruşur. Paderewski cavab verir. Bəli, o mənəm. Bəs indi də Polşanın baş naziriyəm. Gənc kinayə ilə. Eləmi? Nə çox geri getmisiniz deyir.
Paderewski o gəncin sözlərini ömrü boyu özünə dərd edir. Bir gün xalqın qarşısında çıxışı zamanı bunları deyir. Piyanonun dillərini idarə etmək, xalqı idarə etməkdən daha çətin imiş. Baş nazir olanda çay olmayan yerə belə körpü tikəcəyimizə vəd verirəm. Xalq buna inanır. Xalqı aldadaraq dövləti idarə edə bilərsən. Amma 7 oktavalı bir piyanoda fa dilinə basaraq do kimi qəbul etdirə bilməzsən. Notlar sizi gerçəyə, yalnız gerçəyə, riyazi ölçüyə, nizama, harmoniyaya, melodiyaya doğru o səsi verə bilmək üçün doğru dilə basmağa məcbur edir. Musiqi sizi yalandan, saxtalıqdan uzaqlaşdırır. Belə bir mətindir və yazıb ki, mətnin sualı kursivlə verilmiş ifadənin mənasını və ona uyğun cümləni müəyyən edin. Baxın, nə çox geri getmişsiniz deyir burada. Yəni, əvvəl piyanosu olan bir nəfər var və çox məşhur bir piyanosu olub da. Daha sonra isə baş nazir vəzifəsinə keçib, Polşanın baş naziri olub. İndi o gənc də kinayə ilə ona deyir ki, siz nə çox geri getmişsiniz. Sizcə bunun anlamı nədir? Əlbəttə ki, gənc burada onu çatdırmaq istəyir ki, görürsünüz, bax, burada nazir özü də boynuna alıb danışır ki, xalqı aldadırıq, yəni dövləti idarə eləmək olur xalqı aldadaraq, amma piyanonu aldada bilmirik. Nə demək istəyir? Demək istəyir ki, yəni əvvəl piyanosu olanda necə deyim, daha dürüst insan olub. Düzdürmü? Yəni, amma baş nazir vəzifəsinə keçəndən sonra insanlar aldatmağa, xalqı idarə etməkdən ötürü yalan danışmağa məcbur olub. Görürsünüz, burada yazıb ki, çay olmayan yerə belə körpü tikəcəyimizə vəd veririk. Düzdürmü? Yəni, oğlan da ona görə onu demək istəyirdi. İndi baxaq görək, nə mənada işlədiblər? Deməli, həqiqi mənasında işlənibmi? Baxaq. Buradan geri gedin, düz yola çıxacaqsınız. Oğlan axı burada demir ki, siz yolu, yəni çox geri getmisiniz. Geriyə doğru çox addım atmışsınız. O anlamda demir onu. Kinayə ilə deyir, düzdür? Deməli, bu həqiqi mənada işləməyib. Gəlir B-yə. B-də deyir ki, məcazi mənadadır. Qarşısında cümləyə baxaq görək, həqiqətən də o cürdürmü? Deyir, küçənin sonundan geriyə gedəndə maşını daşa vurmuşdu. Axı, burada küçənin sonundan geriyə getməkdən danışmır. Yenə bu geri getmək söhbətidir də. Amma bizdə orada oğlan onu məcazi mənada deyib. Deməyib ki, sən geri addım atmısan. Gəlirik C-yə. C-də deyir ki, məcazi bir qədər də geri getsək, olan torpaqlar da əldən çıxacaq. Bir qədər də geri getsək, bu da yeni geri addımlamaqdan söhbət gedir. Gəldik D-yə. Deyir ki, xəstənin əhvalı gündən-günə geri gedirdi. Hə, indi bu bizi düşündürəcək. Çünki günü-gündən geri getmək nə deməkdir? Yəni, əhvalı, halı günü-gündən pisləşirdi anlamındadır da. Yəni, burada mənası nə idi? Nə çox geri getmişsiniz və bizdən nə tələb edirdi cümlədə? Deyirdi ki, mənasına uyğun olan cümlə. Yəni ki, orada məcazi veribsə, biz də məcazi ilə axtaracağıq. Məcazi də olacaq D variantındakı cümləmiz. Çünki burada xəstənin halı günü-gündən pisləşirdi. E-yə də baxaq. Yazıb ki, həqiqi mənada onların nəticələri hər sınaq biraz da geri gedirdi. Düzdür, bax, burada da geri getmək, pisləşmək anlamındadır. Yəni, hər sınaq nəticələri get-gedə pisləşirdi. Amma ki, qarşısında həqiqi yazdığına görə biz bunu götürə bilmirik. Çünki bu cümlə həqiqi mənada işlənməyib. Yəni, nəticə öz başına geri gedə bilməz axı. Addımlamır axı nəticə. Ona görə E variantını götürmürük. Cavabımız olur D variantı, doğru cavabımız. Keçirik mətnin 2-yə. Köhnə bulaq mətni. Kəndin ətəyindəki soyuq bulaq illərdir ki, sakinlərə həyat verirdi. Yazın ilk günlərində bulağın ətrafı yaşıl xalıya bürünər, gənclər buraya toplanardı. Lakin son zamanlar kənddə baş verən mübahisələr insanların arasındakı münasibətləri də soyutmuşdu. İndi bulaq başında əvvəlki isti söhbətlər eşidilmirdi. Qoca Əhməd bulağın daşında əyləşib dərin fikrə getmişdi. Onun gözlərindən illərin yorğunluğu yağırdı. O yaxşı bilirdi ki, bu kəndin bərəkəti təkcə suyun bol olmasından yox, insanların bir-birinə olan isti münasibətindən asılıdır. Bu cür mətindir. Mətndə baxaq görək, sualımız necədir? Deyir ki, mətndə tünd hərflərlə verilmiş cümlələrdəki sözlərin mənası ilə bağlı düzgün uyğunluğu müəyyən edin. Düzgün uyğunluq deyəndə nəyi nəzərdə tutur? Əgər məcazi isə məcazini axtaracağıq, həqiqidirsə həqiqini axtaracağıq. Yəni, uyğunsuzluq desək tam əksini eləyərdik. Yəni, burada yazıb birincidə soyuq bulaq. Soyuq bulaq, baxırıq. Soyuq bulaq illərdir ki, deyir. Soyuq bulaq həqiqi mənada işlənibmi? Əlbəttə ki, suyu soyuq olan bulağa deyirik soyuq bulaq. Yəni, bu həqiqi mənadır, bu düzdür.
Gəlirik ikinciyə. Deyir ki, münasibətlər də soyutmuşdur. Cümlədə deyir ki, yəni kənddə baş verən mübahisələr insanların arasındakı münasibətləri soyutmuşdur. Burada soyuq münasibət deyir. Axı biz bayaq da qeyd elədik ki, münasibətin soyuqluğu nə idi? Məcazi məna, düzdürmü? Görürsünüz, bax qarşısına məcaz qoyub. Deməli, bu variantımız da doğrudur. Gəlirik isti söhbətlər. İsti söhbət eyni soyuq münasibətdəki kimi temperaturu ölçülən bir şey deyil. Yəni biz bunun dərəcəsini ölçə bilmirik, yaxı istidir, soyuqdur. Ona görə bunun qarşısında həqiqi yazdığına görə biz bunu düz götürə bilmərik. Çünki bu nədir? Məcazi mənalı. Yorğunluq yağırdı. Bax qarşısında da qeyd edib ki, məcazi məna. Göydən yağış yağar, qar yağar, dolu yağar, amma insanın gözündən yorğunluğun yağması məcazi mənada olar. Deməli bizdən də nə istəyirdi? Düzgün uyğunluğu müəyyən edin. Düzgün uyğunluq nədir? Yəni 1 doğru cavab, 2 doğru cavab, bir də 4 doğru cavabdır. Baxaq görün hansı variantda 1, 2, 4, B variantı. Bizim düzgün cavabımızdır. Keçirik müəllimlər növbəti mətnə. Deyir ki, mətndə altından xətt çəkilmiş isti sözünün kontekstə uyğun işlənməsi ilə bağlı hansı fikir doğrudur? Yenə də qeyd edirəm ki, kontekst sözü görəndə sizə qəribə gəlməsin. Burada kontekst dediyi cümlə və yaxud da ki, mətn nəzərdə tutulur. O yaxşı bilirdi ki, bu kəndin bərəkəti təkcə suyun bol olmasından yox, insanların bir-birinə olan isti münasibətindən asılıdır. Bayaqki həmin mətndəki cümlədir. Düzdürmü? De, bu axırıncı cümlə. Suyun bol olmasından yox, insanların. Bax, mətnin içində keçəndə də kontekst sayılır. Cümlənin içərisində keçəndə də eyni şeydir. Yəni, o da kontekst sayılır. İndi baxaq görək, işlənmə yerinə görə bu isti münasibət nə oldu? Bayaq dedik, məcazi. Söz fiziki temperaturu bildirdiyi üçün həqqi mənadadır. Xeyr, burada fiziki temperaturdan söhbət getmir, axı isti münasibətdən söhbət gedir. Yəni biz bunun dərəcəsini ölçə bilmərik, düzdürmü? Ona görə də biz heç vaxt deyə bilmərik ki, bu nədir? Həqiqi mənalıdır. Keçirik ikinciyə. İkincisi deyir ki, söz insan hisslərini, səmimiyyəti bildirmək üçün köçürülmüş məcazi mənada işlənmişdir. Yəni, baxıram ikidə, həqiqətən də, bax, isti münasibətdir, yəni soyuq münasibətdir. Bax, bu kimi sözlər bilirik ki, məcazidir. Bu hissəsi düzdür. Deyir ki, insan hisslərini və səmimiyyətini bildirmək üçün. Bəli, əgər insan səmimidirsə, yəni səmimi hisslərlə sənə yanaşırsa, danışırsa, səninlə söhbəti tutursa, biz deyirik ki, bu isti münasibətdir. Ona görə bizim doğru cavabımız olur elə B variantı. Amma digər variantlarda baxacağıq. Söz bu kontekstdə terminoloji məna daşıyır. Xeyr, isti sözün burada termin kimi bir anlamı yoxdur əlbəttə ki, ona görə C də çıxır. Söz həqiqi mənada işlənsə də məcazi çalar qazanmışdır. Xeyr, söz düzdür, məcazi çalar qazanıb, amma ki, cümlədə mənasına uyğun olaraq deyil, məcazidir. Yəni, burada həqiqi mənada işlənib, sonradan qazanmış bir məna yoxdur. Cümlədə isti sözü isti çay ifadəsindəki məna ilə eynidir. Xeyr, əsla yox. İsti çay deyəndə biz çayın temperaturunu ölçə bilirik. Bilirik ki, bu çay istidir və yaxud da su istidir. Amma isti sözü mətndəki mənasında, yəni burada isti münasibət məcazidir. Eyni anlamlı deyil. Ona görə də E variantı bizim variantımız ola bilmir. Keçirik növbətiyə. 62-ci mətndə deyir ki, mətnə əsasən doğru fikri müəyyən edin. Oxuyaq mətnimizi. Elə olur ki, rəngli qar da yağır. Onları dəfələrlə dünyanın bir çox ölkələrində müşahidə etmişlər. Belə bir hadisə Xabarovskda baş vermişdi. Qəzetlər yazırdı. Uzun müddət sübh açılmırdı. Saat 11 idi. Lakin evlərdə hələ də işıqlar sönməmişdi. Şəhər üzərindəki sıx buludlar sarı çalarla işıqlanırdı. Qar da bu rəngdə yağırdı. Demək, Gobi səhrasında yaranan güclü tufanlar küllü miqdarda toz və lyosu yuxarı qaldırmışdır. Lyos açıq sarı rəngli, yumşaq toz şəkilli torpaqdır. Küləşlər tozu 100 kilometrlərlə apararaq Xabarov səmasını zülmətə qərq etmişdir. Bu da həmin vaxt yağan qarın rəngini sarı qonur rəngə boyamışdır. Belə bir mətindir. Baxaq mətnimizdə sualımız belə idi ki, mətn əsasən doğru fikri müəyyən edin. Baxaq görək doğru fikir nədir? Deyir ki, mətndə mühakimə üsuluna yer verilmişdir, fikirlər subyektiv xarakter daşıyır. Baxıram görüm, fikirlər subyektiv xarakter daşıyırmı? Subyektiv xarakter daşımır axı. Burada yəni bir insanın fikrindən söhbət getmir. Ümumi bir baş vermiş bir hadisədən düzdür, kimsə danışır, amma yəni burada kiminsə fikri deyil. Həqiqətdə olmuş bir hadisədir. Ona görə də A variantı bizim doğru cavabımız ola bilməz. Gəlirik B-yə. Deyir ki, qarın rəngli yağmasının səbəbi lyosun fırtına yaratması idi.
Burada yazıb ki, Lios açıq sarı rəngli yumşaq toz şəkilli torpaqdır. Bu torpaq öz-özünə fırtına yarada bilər? Xeyr. Axı yazıblar ki, fırtınanın nəticəsində küləklər tozu 100 metrlərlə apararaq Xabarovsk səmasını zülmətə qərq eləyib. Deməli, bu fırtınanı yaradan səbəb küləkdir. Lyosun bura bir aidiyyatı yoxdur. Sadəcə o Lyos yumşaq torpaq olduğuna görə güclü külək onu neyib? Aparıb səmanı da zülmətə qərq eləyib. Deməli, B variantı bizim cavabımız ola bilmir. Gəlirik C-yə. Qeyd edir ki, saatlar 20-ci göstərsə də insanlar hələ də baş verənləri anlamaqda çətinlik çəkirdi. Burada 20 deyəndə axşam saatları nəzərdə tutulur, düzdür? Amma mətnə baxın, yazıb ki, saat 11 idi, lakin evlərdə hələ də işıqlar sönməmişdi. Şəhər üzərindəki bax, uzun müddət sübh açılmırdı. Bu hissəsindən artıq biz bilirik ki, səhər saat 11-dən söhbət gedir. İşıqlar da niyə sönməyib? Məcburiyyətdən. Çünki hava o qədər küləyin nəticəsində tozla örtülüb ki, zülmətə qərq olunub yazıb axı burada. O demək deyil ki, hava qaranlıq idi. Axı səhər saat 11-dən söhbət gedir. Sübh açılmırdı deyir və biz bunların hamısını analiz edərək baxırıq ki, C variantı da bizim variantımız aralarından çıxır. Xabarovskda olan hadisənin elmi izahı yoxdur. Axı elmi izahını deyib. Deyir axı ki, bu rəngdə qar niyə yağır? Lyosun təsirindən yağır. Yəni baxın, bunların təsirindən sarı qonur rəngə boyanmışdır, qarın rəngi deyir. Yəni bunu sübut etdiyinə görə, deməli ki, bunun elmi izahı yoxdur sözü də, cümləsi də daha doğrusu səhv fikirdir. Gəlirik E-yə. Deyir ki, E'də də deyir ki, təbiət hadisələrindən biri digərinə təsir edə bilir. Bəli, bu bizim doğru variantımızdır. Nəyə görə doğru variantımızdır? Baxırıq ki, bax küləyin təsirindən səhrada qopan o güclü tufan, küllü miqdarda toz və lyoz yuxarı qaldırıldığına görə qar sarı qonur rəngə boyanmışdı başqa bir ərazidə. Deməli ki, təbiət hadisələrinin bir-birinə əlaqəsi varmış və bizim də doğru cavabımız da olacaq nə? E variantı. Keçirik növbəti mətnə. 63-cü mətndə deyir ki, yenə də mətnə əsasən doğru fikri müəyyən edin deyir. Yəni, baxacağıq görək bizim mətnimizə uyğun olan variant hansıdır. Şumerlər yorulmaz səyyah ixtiraçı olmuşdur. Dünyada ilk gəmilərindən məhz Şumer ixtiraçıları tərəfindən düzəldiyi göstərilir. Akkad lüğətlərinin birində 105-dən artıq Şumer sözü vardır ki, həmin sözlər müxtəlif tipli gəmilərin adlarıdır. Laqaş şəhərində aşkarlanmış yazılardan birində gəmilərin təmir olunma imkanlarından danışılır. Təxminən eradan əvvəl 2700-cü ildə Misirdə də taxtadan avarlı gəmilər düzəldildiyi məlumdur. Misirlilər bu gəmilərdə Nil çayı vasitəsilə Aralıq dənizinə, oradan da başqa dənizlərə çıxa bilirdilər. Bu cür mətn verib və baxaq variantlarımıza ki, bizə nə istəyirdi? Doğru fikri axtaraq. A variantında deyir, Nil çayının Aralıq dənizinə çıxışı var. Taxtadan avarlı gəmilərlə bu dənizə çıxmaq olurdu. Bəli, baxın, mətnin ən son cümləsi elə onu göstərir. Nil çayı vasitəsilə Aralıq dənizinə, oradan da başqa dənizlərə çıxa bilirdilər. Vəssalam. Elə əslində bizim variantımız A-dır. Amma yenə digər variantlarda baxarıq. Bəlkə hansısa səhvimiz ola bilər. B-də deyir ki, Misirlilərin hazırladığı gəmi Yunanların düzəltdiyi gəmidən onunla fərqlənirdi ki, onlar taxtadan avarlı gəmilər düzəldirdilər. Burada fərqindən danışmır axı. Yazır ki, Misirdə də taxtadan avarlı gəmilər düzəltməyi məlumdur, düzəldildiyi məlumdur. Yəni burada da eyni şəkildə düzəldilib də, onu deyir. Burada fərqi olduğunu demir axı. Şumerdə 2700-cü ildə düzəldilən gəmilərdə avarların olduğu məlum idi. Baxaq görək, təxminən eradan əvvəl 2700-cü ildə Misirdə. Burada Misirdən söhbət gedir, burada Şumerdən. Deməli ki, bu da variant ola bilməzdi. Şumerlərin ilk gəmini ixtira etməsini sübut edən mənbələrə Laqaş şəhərində rast gəlinir. Laqaş şəhərində, deməli burada yazıb ki, gəmilərin təmir olunma imkanlarından danışılır. Yəni araşdırılıb tapılan bax bu yazılarda nə yazılıb? Gəmilərin təmir olunma imkanları. Amma bu elə demir. Deyir ki, gəmilərin ilk ixtira edilməsini sübut edə. Xeyr. Sonra E variantında yazıb ki, Akkad lüğətində Şumerlərin gəmi istehsal etmə prosesi ilə bağlı məlumat verilmişdir. Baxaq görək, yazıb ki, Akkad lüğətlərinin birində 105-dən artıq Şumer sözü var. Amma bizə deməyib bax ki, gəmi istehsal etmə prosesindən məlumat verib. Ona görə də E variantı bizim doğru cavabımız ola bilməz. Həqiqətində sübut etdik ki, cavabımız 63-də A-dır. Keçirik növbəti mətnimizə. Mətndə deyir ki, verilmiş mətnə əsasən fərqləndirilmiş sözlərdən hansını əvəz edə bilən söz variantların heç birində işlənməyib. Baxaq mətnimizə. Xəbərim olmadan həyətə qoca yorğun it girdi. Xaltasına və kök qarnına əsasən belə düşünmək olardı ki,
Onun evi vardı və ona yaxşı baxırdılar. İt sakitcə mənə yanaşdı. Onu sığallayıb ayağa qalxdım. O da mənim arxamca evə daxil oldu. Dəhlizi yavaş-yavaş keçdi. Qonaq otağının bir küncündə buruldu və yatdı. Bir saatdan sonra durdu və qapıya yaxınlaşdı. Mən onu həyətə buraxdım. Bizə burada qara hərflərlə, nisbətən tündrəklənmiş hərflərlə verilmiş sözlər var. Baxırdılar, yanaşdı, sığallayıb, buruldu, bir də durdu sözləri. Bu sözlərlə bayaqki mövzumuza uyğundur. Baxacaq, buradakı bax verilən variantlarda mənalar uyğunlaşırmı? Hansı uyğunlaşmasa, orada yazmaq ki, variantların heç birində işləməyib, həmin o variantı götürəcəyik, uyğunlaşmayan variantı. Baxaq görək, qayğısına qalmaq. Nədir qayğısına qalmaq? Baxaq görək. Ona yaxşı baxırdılar. Bax, bu söz, ona yaxşı baxmaq, onun yaxşı qayğısına qalırdılar anlamındadır. Düzdür? Deməli, A variantı çıxdı. C'ni saxlayıram. Yaxınlaşmaq. Yaxınlaşmaq nədir? Bax, deyir ki, sakitcə mənə yanaşdı. Yəni, it sakitcə mənə yaxınlaşdı. Bu sözdə deməli verilib. Becikdir. Keçirik. Tumarlamaq. Tumarlamaq, bax, deyir ki, mən onu sığallayıb ayağa qalxdım. Düzdür? Sığallayıb tumarlamaqla əvəz edə bilirəm? Bəli, bilirəm. Çünki mən onu tumarlayıb ayağa qalxdım. E variantı da çıxdı variantların arasından. Gəldik oyanmaq. Oyanmaq nədir? Yazır ki, bir saatdan sonra durdu. Bir saatdan sonra oyandı. Eyni anlamı ifadə eləyirmi? Bəli. Deməli, D variantında çıxardır variantların içərisindən. Burada qaldı bir dənə buruq düşmək. Nədir bu buruq düşmək? Burada yazır ki, bir küncündə buruldu, otağın bir küncündə buruldu və yatdı. Buruldu, yatdı, yəni itin yatmaq tərzini deyir də ki, burularaq yatıb. Deməyib ki, buruq düşüb. Yəni, bu anlamla mətndə verilən anlam. Yəni, o deyirik, kontekstə uyğun məna. Uyğun gəlmədiyinə görə C variantı bizim doğru cavabımızdır. Elə onu da istəyirdi ki, hansını da işləməyib də, əvəz edə bilən söz hansını da işləməyib. 64-də də olur C variantı doğru cavab. Keçirik növbəti 65-ci mətnimizə. Verilmiş mətnlə bağlı doğru fikri müəyyən edin deyir. Oxuyuruq mətnimizi. Yunanistanda geniş yayılmış adətə görə yeni il gecəsi ailə həyətə çıxır və bir narı divara çırpırlar. Əgər narın dənələri həyətə səpələnərsə, bu ailənin yeni ildə xoşbəxt yaşayacağına işarədir. Yunanlılar qonaq gedərkən özləri ilə mamır bağlamış daş da aparırlar və onu ev sahiblərinin otağına qoyurlar və deyirlər, qoy ev sahiblərinin pulları da bu daş kimi ağır olsun. Baxın müəllimlər, mətndə Yunanistanın adətlərindən danışır, düzdürmü? İndi variantlara baxaq, orada deyir ki, mətnlə bağlı doğru fikri müəyyən edin. A variantında deyir ki, mətndə şəxsi inancların real nəticələrinə yer verilir. Baxın, burada şəxsi inanclardan danışıbmı? Şəxsi inancdan danışmayıb. Burada şəxsi inanc bir nəfərə məxsus olan inanc deməkdir. Axı, burada Yunanistandan danışır. Yəni, böyük bir xalqın, əhalinin inancından danışır. Yəni, A variantı bizim doğru cavabımız ola bilməyəcək. Keçirik B-yə. Deyir ki, fərqli xalqların yeni ilə olan münasibətləri qabardılır. Görürük ki, oxşayır. Amma burada fərqli xalq yoxdur axı. Bir dənə Yunanistandan və Yunanlardan danışıb da, düzdür? Yunanistanda yaşayan xalqlardan, Yunanlardan. Başqa bir xalqdan danışıbmı? Danışmayıb. Deməli, B variantı bizim cavablarımızın arasında ola bilməz. Gəlirik C-yə. C-də deyir ki, qonaqpərvərliyi ifadə etmək üçün edilən davranışa rast gəlmək mümkündür. Burada qonaqpərvərlikdən danışmayıb. Nəyə görə danışmayıb? Çünki burada qonaq qarşılamaqdan və s. heç bir söhbət getməyib. Sadəcə qonaq gedən adamın apardığı əşyadan və onun anlamından söhbət gedib. Burada qonaqpərvərliyə rast gəlmirik deyə C variantı da səhv variantlar arasındadır. Gəldik D-yə. Deyir ki, şərtli yanaşma özünü göstərən adətin olduğunu söyləmək olar. Hə, əsas məsələ budur. Şərtli yanaşma nədir? Bax, məsələn, bax, burada bir cümlə var. Deyir ki, əgər narın dənələri həyətə səpələnərsə, bu ailənin yeni ildə xoşbəxt yaşayacağına işarədir. Bax, bu əgərlə verilən bu cümlə var ha. Şərtli yanaşmadır. Yəni, bunun düşüncəsinə əsasən, onların düşüncəsinə əsasən, divara çırpdıqları narın dənələri səpələnirsə, güya ki, bu ailə xoşbəxt olacaq. Düzdür? Ona görə də D variantında cavab söyləmək olar deyirəm. Söyləmək olar. Yəni, demir ki, mütləq belədir. Sadəcə söyləmək olar. 65-dəki doğru fikrimiz bu olacaq. E-də deyir ki, Yunanların dini inanclarından danışılır. Burada Yunanların dini inanclarından yox, yenə də qeyd edirəm, adətə görə adətlərindən, ənənələrindən danışır. Yəni, burada inanc söhbəti getməyib. Ona görə də variantımız olur D, doğru cavabımızdır.
Keçirik mətn 67-yə. 67-ci mətndə deyir ki, mətnə əsasən doğru fikirləri müəyyən edin. Tarixi mənbələrdən məlumdur ki, 1367-ci ildə Moskvada yanğın baş vermişdir. Taxtadan qurulmuş Kreml 2 saat ərzində külə çevrildi. Moskva knyazı qərarı aldı ki, onu daşdan tikdirsin. Knyazın yaxın adamlarından biri olan Əli adlı bir memarı məsləhət gördü. Əslən Şamaxılı olan Əli Konstantinopolun tikintisində də iştirak etmişdi. Knyazın adamları onu Moskvaya gətirdilər. Kremlin tikintisi başa çatandan sonra Əliyə və onun memar yoldaşlarına hədiyyələr verildi. Axşama yaxın memarları meşəyə gətirib öldürdülər. Yalnız bir bənna aradan çıxa bildi. Onların qətlinə səbəb bu idi ki, Moskva knyazı binanın sirlərinin açılacağından ehtiyat etmişdi. Baxaq görək bu mətnimizdə bizdən nə istəyir? Deyir, mətnə əsasən doğru fikirləri müəyyən edin. Yenə də doğru fikirlərə baxacağıq. Kremlin memarı Azərbaycanlı olub və o sarayı 2 saat ərzində bərpa edib. Xeyr, Kremlin memarı düzdür, onların içərisində Azərbaycanlı olub. Amma saray 2 saat ərzində bərpa etməkdən danışılmırdı. Burada nədən danışmışdı? 2 saat ərzində külə çevrilməsindən. Yəni, birinci variantımız bizim nəyimizdir? Səhv fikrimiz, düzdür? Doğru fikir axtardığımıza görə bir çıxırıq sıradan. Gəldi ikiyə. Deyir ki, Konstantinopolda elə həmin dövrdə tikilib. Bəli, doğrudur. Düz bir tarixi məlumatdır, amma Konstantinopol əvvəlcədən tikilsə də 1350 ilə 1360-cı illər arasında Konstantinopolda həm çoxlu zəlzələlər baş verir, dağıntılar çox olur, həm də ki, daxili vətəndaş müharibələri çox olur və Konstantinopol dağılır. Onun tikintisində də Azərbaycanlı memar həqiqətən iştirak edib, yəni tarixi mənbələrin dediyinə görə. Ona görə də həmin vaxtlara təsadüf elədiyinə görə elə deyirlər ki, həmin dövrdə tikilib, düz deyil. İki bizim doğru variantımızdır əslində. Köllü balıq istəyənin quyruğu suda gərək ifadəsi mətn ideyası ilə səsləşir. Xeyr, əsla səsləşmir. Burada kimsə nəsə bir ürək istəyib də ona uyğun bir hərəkət etməsindən söhbət getmir. Əli öncə hadisələri duyduğu üçün aradan çıxır. Xeyr, Əli hadisələri bilmirdi. Hardan bilsin ki, axırda onları gəlib öldürərlər? Onu bilmirdi. Sadəcə burada bənnalardan bir dənəsi aradan çıxa bilir və digərləri isə qətlə yetirilir. Ona görə də Əlinin də burada adı çəkilmədiyinə görə bu səhv variant olaraq götürüləcək. Gəldik 5-ə. Yəqin ki, bu bizim doğru variantımız olacaq. Mətnə görə çox bilən quş dimdiyindən tələyə düşər fikri ideya ilə səsləşə bilər. Səsləşə bilər fikri doğrudur. Nəyə görə? Bax, burada atalar sözü kimi verib ki, çox bilən quş dimdiyindən tələyə düşər. Nə deməkdir bu? Yəni, özünə arxayın olan, istedadına güvənən, axırda da çox güvənməkdən, çox arxayınçılıqdan təliyə düşər. Yəni, fəlakətə düçar olar anlamında işlədir. Düzdür, burada bizim memarımız əslində çox bildiyindən, özünə arxayın olduğundan təliyə düşməyib. Amma yenə bu ikinci hissəsi var ha ki, yəni bu insan istedadlı olub, yəni bacarıqlı olub, əlindən gələnin hər şeyi eləyib. Yaratdığı bu əsər də onun sonunu gətirir. Çünki niyə? Deyir ki, bina sirlərin asılacağından ehtiyat edirlər, ona görə də nə edirlər? Həmin adamları, yəni memarları öldürürlər ki, sir açılmasın. Yəni əslində bunlar günahsız yerə öldürülmüş olur. Lakin bu tələyə düşər fikri ilə səsləşdiyinə görə biz o sözü deyə bilirik ki, ideya ilə səsləşir. Vəssalam, indi baxaq variantımız hansı olacaq? 2-ni bir də 5-i götürmüşük. Düz variant kimi olur variantımız A. Keçirik növbəti mətnə. Deyir ki, mətnə əsasən doğru fikri müəyyən edin. Qürbətdə olan bir nəfər dostundan yazır ki, onun yanına gələndə doğma yurdun sərin sularının lətafətini, yarpızın kəklikli otunun ətrini, torpağın hərarətini, anasının əllərinin nişanəsini gətirsin. Dost bunların bəzilərini hazırlasa da, bəzilərini yerinə yetirə bilmədiyi üçün kədərlənir. Bu zaman kömək üçün bir ağsaqqala müraciət edir. Ağsaqqal ona deyir ki, dostu ağıllı adamdır. Üstörtülü şəkildə fikrini bildirmişdir. Cavan oğlan qocanın məsləhəti ilə vətən torpağında becərilən buğdadan dostunun anasının əli ilə çörək bişirtdirib aparır. Bu şəkildə bir mətindir. Bu da deyir ki, mətnə əsasən doğru fikri müəyyən edin. Mətndə dostluq münasibətindən danışılır, dost arası pak gərək ideyasına gəlinir. Xeyr, burada dostluğun arasında nə hadisə baş verib ki, biz deyək ki, dostluqda dürüstlük lazımdır, dost münasibətlər dürüst olmalıdır. A variantı bizim mətnimizlə səsləşmir. Keçirik B-yə. B-də deyir ki, vətən həsrəti çəkən dostun aqil insan olduğu dostuna atası izah edir. Xeyr, atası izah etmir. Burada ağsaqqal başqa bir adamdır. Ona görə də B doğru cavabların arasında deyil.
Keçirik C-yə. Deyir ki, səmimi münasibətləri olan dostların görüşməsində vətən həsrəti əks olunub. Burada dostların görüşməsindən danışmayıb, hələ bu oğlan gedib öz dostu ilə görüşə bilməyib. Düzdür, bişirtdirir, çörək falan aparmaq istəyir, yola çıxır, amma görüşməsindən söhbət getmir. Ona görə C variantı doğru variantlar arasında ola bilmir. Gəldik D-yə.